Xocavənd rayonu Güney Xırman və Quzey Xırman kəndinə ilk qayıdış olub. 87 nəfərdən ibarət 21 ailə Quzey Xırman kəndinə, 72 nəfərdən ibarət 18 ailə isə Güney Xırmana geri qayıdıb. Sakinlərin məskunlaşması üçün kəndlərdə lazımi şərait yaradılıb, yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Ailələrə evlərinin açarları təqdim olunub. Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə də ilk qayıdış olub. İlkin mərhələdə kəndə 51 nəfərdən ibarət 15 ailə geri dönüb, kəndə çatan ailələrə mənzillərin açarları təqdim edilib. Allah dadınıza yesin. Allah birinci şəhidlərimizə rəhmət edin. Qatillərimizə kömək dursun. Prezidentimiz Allah dadına yesin ki, bizim öz torpağımızı verdilər. Allah prezidentimiz canı sağ olsun. Şəhidlərimiz Allah rəhmət eləsin. Onların sayəsində biz gəldik bu yerə çıxdıq. Mən özüm də iki müharibənin ikisində qalsıyam. 44 günlük müharibəndə, birinci Qarabağ müharibəsində.